Salam, hər vaxtınız xeyir. Bu gün sizə Zəfəran Hospitalın Poliklinik Kardiologiya şöbəsinin əsas xidmətlərindən biri olan elektrokardioqrafiya xidməti haqqında məlumat vermək istərdim. Elektrokardioqrafiya müayinəsi elə ürəyin elektrik aktivliyinin yazılması üzərinə aparılan müayinədir. Bu müayinə bizim bu otağımızda aparılır. Elektrokardioqrafiya müayinəsi kardiologiya poliklinikasına müraciət edən bütün xəstələrdə aparılır. Bu, kardiologiyanın olmazsa olmaz müayinə metodudur. Bu müayinə metodu ilə ürəyin işemik xəstəliyi, kəskin koronar hadisələr, ürəyin ritm pozulmaları, anadan gəlmə ürək qüsurlarına bağlı yarana biləcək ürəyin remodelinginin EKG-də yansımasını bizə görməyə imkan verir. Az öncə sizə göstərdiyim elektrokardioqrafiya EKG müayinəsinin özü bir neçə saniyə davam edir. Bu müayinə bizə həmin anda ürəyin elektrik aktivliyi barəsində məlumat verir. Lakin bizim bəzi pasientlərimiz var ki, bu pasientlərdə ürək ritminin pozulmaları olur və biz o ürək ritminin pozulmalarını poliklinikada çəkdiyimiz EKG-də görə bilmirik təəssüf ki. Və müəyyən saatlarda günün baş verdiyinə görə bu ritm pozulmaları, ürək döyünmə tutmaları, huş itirmələr, ürək vurğularının qeyri-bərabərliyi, hansı ki pasientlər bunlardan şikayət edir. Biz bunu 24 və yaxud da 48 saatlıq ürəyin elektrik aktivliyinin qeydə alınması, Holter, EKG ritm Holter ilə öyrənə bilirik. Gördüyünüz bu kiçik cihaz xəstənin üzərinə yerləşdirilir və bunun elektrodları pasiyentin üzərinə bağlanır. Pasiyent evə göndərilir, 24 və yaxud da 48 saat ərzində elektrokardioqrafiya çəkilişi davam edir və bu cihazın yaddaşına yazılır. 24 və 48 saatdan sonra biz onu gördüyünüz kimi proqram vasitəsilə öz kompüterimizə köçürərək nəticəsini analiz edirik. Bəzən bizim analizimiz biraz uzun çəkir və pasiyentin ürəyində baş verən ritm pozulmaları varsa və yaxud ürəyin işemik xəstəliyi gizli gedən bəzi dediyimiz sindromlar, hansı ki onları biz normalda poliklinik gələn pasientlərdə görmürük, aşkara çıxartmağımıza çox kömək etmiş olur. Gördüyünüz bu EKG lenti Holter müayinəsinin nəticəsidir, bir hissəsidir və Holter bizə ürəyin ritm pozulması haqqında burada məlumatı göndərib. Gördüyünüz kimi normal ritm və burada mədəci mənşəli cüt kuplet şəkilli ritm pozulması, ekstrasistola dediyimiz ritm pozulması aşkara çıxarılır sutkalıq Holter tərəfindən. Və biz digər müayinələri araşdırırıq. Gördüyünüz kimi burada da aritmiyalarımız var və bu aritmiyaların sayına və müddətinə nəzər edərək pasiyentin barəsində müalicə taktikamızı təyin edirik.